Əl-Fatihə Kitabı açan surəsi. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Elhamdülillahi Rabbil alemin. Həmd olsun aləmlərin Rəbbi Allaha. Ar-Rahmanir-Rahim. Mərhəmətli və rəhimliyə. Maliki yevmiddin. Haqq hesab gününün hökmüdarına. İyyâke na'budu və iyyâke nesta'in. Biz yalnız sənə ibadət edir və yalnız səndən kömək diləyirik. İhdinəs-siratal müstəqim. Bizi doğru yola yönəlt. Sıratallezîne en'amte aleyhim. Gayril məğdubi aleyhim vələd-dallin. Nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna yox.